Qardaş Onnik Livanda anadan olub, ABŞ-da yaşayan erməni əsilli rəssam və yazıçıdır. O 1982-ci ildə nənəsini xilas edən türklərin şərəfinə Qardaş adını götürüb. 2001-ci ildə işğal edilmiş Azərbaycan ərazilərində qurulan separatçı rejimin Mədəniyyət Nazirliyinin dəvəti ilə Şuşaya erməni diasporundan ilk rezident rəssam kimi gəlib və orada 5 aydan bir qədər çox vaxt keçirib. Həmvətənlərinin Azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər haqda qəddar hekayələrdən o qədər şoka düşüb ki, şəhəri Cangüdənin müşayiəti ilə gəzib. Amerikaya qayıtdıqdan sonra o, Azərbaycanın mədəniyyət paytaxtında yaşadığı təcrübələri təsvir edən Vəhşi Qəşəng, Qafqazın Axmaq Salnaməsi adlı kitab yazıb. Bundan sonra ailəsi də daxil olmaqla bəzi ermənilər onu xain, digərləri isə ən dürüst erməni yazıcı adlandırıblar. O, uzun illər Ermənistan rəhbərliyində təmsil edilən şəxslərin, Robert Köçəryanın və Serj Sərkisyanın fəaliyyətlərini və Qarabağda törədilən cinayətləri tənqid etdiyi üçün Ermənistanda vətən xaini elan olunmuş və təqib olunmuşdur. Mən gördüklərimi yazmaya bilməzdim. Ermənilər Azərbaycanlılara qarşı törətdikləri qəddarlıqları qəhrəmanlıq kimi təqdim edirdilər. Bu isə dəhşətli idi, Qardaş Onnik deyir. Onun kitabından bir hissəni təqdim edirəm. Görün bu vəhşi millət nələr edib Azərbaycan xalqına. Sovet dövründə Artsaq sakinlərinə silah saxlamağa icazə verilməyəndə, 25 yaşlı Rafik 9 Azərbaycanlının başını çılpaq əlləri ilə əzib, sonra cəsədləri maşını ilə sürüyüb doğma kəndinə aparıb və orada bastırıb. O, şəxsi qəbirstanlığı ilə fəxr edir. Bir gün Rafik və mən 6-6 yaşlarında 11 uşağı piknikə apardıq. Rafik uşaqlara ağzı qızıl dişləri ilə dolu bir Azərbaycanlının necə tutduğu, o həmişə çoxlu qızıl dişləri olanları axtarırdı, oğlanın əl-ayağını bağladığı, bütün dişlərini çıxartdığı, ağzından qan axarkən dərin bir çuxur qazması üçün ona kürək verdiyi haqda bir hekayə danışdı. Sonra kürəklə başını əzib çuxura bastırıb. Onnik qeyd edir ki, erməni silahlıları Azərbaycanlı mülki şəxsləri, o cümlədən qocaları və qadınları qətlə yetirdikdən sonra bu hərəkətləri ilə fəxr edirdilər. O, əskərlərin öz aralarında filan qədər türkün necə kəsdikləri barədə söhbətlərini və bu qətilləri bir qəhrəmanlıq kimi bir-birinə danışmalarını dəhşətlə xatırlayır. Onun şahidliyinə görə Şuşa işğal edildikdən sonra şəhər sistemli şəkildə qarət edilib. O yazır ki, ermənilər təkcə qiymətli əşyaları deyil, evlərin qapı pəncərələrini, dam örtüklərini belə söküb Ermənistana daşıyırdılar. Müəllif bildirir ki, erməni komandirləri əskərlərə Azərbaycanlıları insan kimi deyil, məhv edilməli olan obyektlər kimi təqdim edirdilər. O, Şuşada bir erməni əskərin Azərbaycanlı uşağın meyiti ilə necə rəftar etdiyini gördükdə, mənəvi olaraq sarsıldığını və həmin an hər şeyi tərk edib getmək istədiyini bildirib. Mən ora bir erməni vətənpərvəri kimi getmişdim. Ancaq oradan qatı bir anti-millətçi kimi döndüm. Çünki gördüklərim insanlığa sığmırdı. Çünki qan içində boğulan körpələri və silahsız qocaların necə qətl edildiyini gördükdən sonra heç bir ideologiya mənim gözümdə təmiz qala bilməzdi. Bizə uşaqlıqdan nifrət aşılanmışdı. Ancaq mən Qarabağda gördüm ki, bizim qəhrəman dediklərimiz əslində qatillərdir. Biz özümüzü qurban kimi təqdim edirik. Ancaq mən orada gördüm ki, biz sadəcə cəlladıq, o yazır. Son cümləsi isə belə bitir. Mən susa bilərdim və Amerikada rahat yaşaya bilərdim. Ancaq Şuşada gördüyüm o gözlər, öldürülən insanların baxışları hər gecə yuxuma girirdi. Mən bu kitabı və bu sözləri ona görə yazdım ki, erməni xalqı bilsin, bizim qələbə dediyimiz şeyin arxasında minlərlə günahsız insanın ahı var. Kitabı oxumağı hər kəsə tövsiyə edirəm. Elə ermənilər özləri də oxusunlar.